Yekə adamsız, yekə oğlansız. Sizi mən adam bildiyim, qohum bildiyim. Sizi mən istədim kəndə yığam, həftə sonudur bir deyək, gülək, yiyək, içək, bir qırçığımız açılsın, bir eynimiz açılsın. Telefonun üçün cavab verirsiniz. Hə? Amma hümbətin adı ilə sizə mesaj yazdım. Ne yaxşı yığışdınız bura həftə içi, iş vaxtı. Bilirsiniz niyə? Çünki Qasım kasıbdır. Qasıma heç vaxt işi düşənməz, amma ümmətə işi düşər. Ona görə yığışmış bura. Yekə oğlansan, xaloğlu, mən gördüm, bağ belə, bostan belə, səni belə çox istəyirəm, səni belə ürəyimsən, canımsan, ciyərimsən. Nök gəlmədin. Hə, 2 dənə mələməmiş uzun mələtdim sənin üçün həyətdə. Nök gəlmədin. Ay Qasım, bəs düşüşdün də bu boyda da. Bir jubileydi də, görmədik də. Uşaqlara deyirəm, konvertin arasında xəcalətindən çıxarlar da. Konvertin arasında? Ha, o konvertin içine koyduğumdan mənim yaram sağalmaz. Mənə süz lazım idi, qohumlarım lazım idi, ətrafım lazım idi, keçmişimi xatırlamaq lazım idi. Bəsdir bir keçmişdən danışdın da. Ora hara, bura hara, bax, gül kimi pulumuz, evimiz, eşiyimiz. Hələ Mövsüm müəllim kimi axsaqqalımız Allah onun başımızın üstünə əsk eləməsin. Çıx da bu keçmişdən də. Qayıt da, gəl bura da, çıx bu keçmişdən. Sağ olun. Siz yəqin öyrəşmişsiniz hörməti pulla almağı. Amma yadınızda saxlayın ki, kişinin əsl dəyəri onun keçmişinə qoyduğu hörmətdir. Keçmişə qoyduğunuz da hörmət sizin öz dəyərinizdir. Çox sağ olun. Mən gedim kəndə. Sizə nuş olsun. Hesabınızla bağlamışam. Narahat olmayın. Sizinki olsa çaydan oynası döyün.